Deməli, genetika. Genetika, irsiyyət və dəyişkənlik haqqında elmdir. Canlılarda ümumiyyətlə xüsusiyyətlər, əlamətlər nəsildən nəsilə ötülür. Məsələn, valideynlərin saçları sarı olursa, uşağın da saçı sarı olur. Valideyndə saç qaradırsa, uşağın da saçı qara olur. Bu şəkildə, yəni uşaqlar valideynlərinə bənzəyir. Bu ötürülmə genetika sayəsində baş verir. Genetika 18-ci əsrdən öyrənilməyə başlayır və İlyosef Kelierter bir bitki tozcuğu ilə həmin növə aid digər sortdan olan bitki tozcuğunu tozlandırır. Alınan yeni bitki sortu ilə iki bitkinin xüsusiyyətlərinə malik olmuş o bitkini araşdırmağa başlayır. Amma araşdırsa da tam bu aldığı yeni bitkinin niyə ikisinin də ortaq xüsusiyyətlərinə malik olduğunu deməli izah eləyə bilmir. Məsələn, belə bir şey deyək də, mavi gözlü tutaq ki, bir insanla qara gözlü bir insan ailə həyatı qurur. Doğulan uşaqlardan biri mavi göz olur, biri qara göz və bunu izah edib ortaya çıxara bilmir ki, niyə belə bir şey oldu? Ya da hamısı qara göz olur, bunu izah eləyə bilmir. Bax, bunu Yosef eləyir. Bitkilərin tozcuqları ilə digər sortdan olan bitkilərin, yəni həmin növə aid olan başqa sortdan olan bitkiləri tozlandırır və yeni sort alır ortaya. Amma izah eləyə bilmir niyə bu xüsusiyyət belə çıxdı ortaya. Bunu isə amma Mendel izah edir. Mendel riyaziyyatçı olur və Riyaziyyat Biologiya fakültəsində təhsil alan, rahiblik eləyir kilsədə və orada bağçada artıq noxud bitkiləri üzərində öz tədqiqatlarını aparır. Noxud bitkisi üzərində aparmasının səbəbi odur ki, noxud çox meyvə verir, yəni toxum verir daha doğrusu. Çox toxum verir, üstündə öyrənmək asandır və noxud öz-özünə tozlanan bir bitki idi. Bu şəkildə burada Mendel haqqında yazıbdır. Bunu da əlbəttə ki oxuya bilərsən özün üçün. Deməli, Mendelin kəşfinin uğurunun obyekti digər öz seçimi, məsələn, düzgün qoyulması, təcrübənin sadə mürəkkəbə doğru aparılması təmin edici. Yəni, Mendel araşdırma apararkən düzgün seçimlər eləyir. Sadədən mürəkkəbə doğru başlayır araşdırmaları etməyə və bu şəkildə noxud bitkislərində həqiqətən də öz araşdırmalarının nəticəsini alır və genetika elminin əsasını qoyur. Yəni, genetika elminin atası və banisi adlandırılır Mendel. Genetika nədir? Genetika bir canlının genlərinin cəmidir. Deməli, genlərinin cəmi, yəni genezis doğulma mənşə deməkdir. Genlərinin cəmi də genotip adlanır. İndi biz genlərdən danışarkən canlının genotipi valideynlərdən alınan genlərin cəmidir. Bax, bu valideynlərdən alınan genlər bunun xromosomunda daşınır. Yəni, təsəvvür ki, bu bizim daxilimizdədir. Amma xaricdən üzə çıxan formalar da var. Bu xaricdən üzə çıxan formalar fenotip adlanır. Xarici və daxili əlamətlərin cəmi fenotipdir. İndi açıqladıqca daha da öyrənəcəksən genotiplə fenotipin fərqi nədir. Sonra genlərdən biz ümumiyyətlə genlərdən danışarkən genlər ola bilər dominant genlər, genlər ola bilər resessiv genlər. Məsələn, əgər bir gen digər üzərində çox basqındırsa və buna dominant yenəcək. Tutaq ki, insanda qara göz, qara saç dominantdır. Dominantdır deyə, əgər valideynin birində qara gözlülük, qara saçlılıq varsa, həmin o uşaqda da mütləq bir şəkildə qara göz və qara saç olacaq. Çünki bu gen dominant gendir. Dominant gen olduğuna görə biz bunu böyük hərflərlə işarə edirik. Həm heterozigot vəziyyətlərdə, həm də homozigot vəziyyətlərdə ortaya çıxır. Homo nədir? Homo eyni deməkdir. Homozigot deyəndə sən böyük ya düşünəcəksən. Heterozigot deyəndə böyük yanında bir də kiçik ya düşünəcəksən. Bu belə. Resessiv gen nədir? Resessiv gen odur ki, o dominant genə nisbətən deməli daha nə deyirlər onu, zəif olsun, əlaməti gizli olaraq müəyyənləşdirsin. Məsələn, biz bunu kiçik ya ilə müəyyənləşdiririk. Resessiv olaraq, gizli olaraq özündə saxlayır. Bu çox, məsələn, xəstəliklərdə ola bilər ki, xəstəliyi sən resessiv olaraq öz genetikanda saxlayırsan, səndə üzə çıxmır, amma gedir evladında üzə çıxır. Deməli, gizli olaraq o əlaməti saxlayır bu adam. Buna deyəcək resessiv əlamət. Resessiv əlamətlər ancaq homozigot vəziyyətlərdə ortaya çıxır. Yəni, kiçik ya yan-yana düşərkən ortaya çıxır. Böyük ya kiçik ya vəziyyəti artıq dominant olan üzə çıxmış olacaq. Fərdlərdən erkək fərd var, dişi fərd var. Dişi fərdin işarəsi güzgüdür, erkək fərdin işarəsi oxa bənzəyir. Belə ya da saxlaya bilərsən. İndi genlər xromosomlarda necə yerləşir? Diploid orqanizmdə bir əlaməti 2 dənə gen müəyyən edir. 2 gen müəyyən edir. Bu şəkildə. Sən təsəvvür et ki, bu xromosom deyil müydü? Bunun bu hissəsində böyük ya yerləşəcək.
Bu hissəsində kiçik A yerləşəcək. Bu şəkildə. Bir dənə əlaməti diploid orqanizmdə 2 dənə gen müəyyən edir. Bunu xromosomu biz artıq bundan sonra X formasında yox, bu şəkildə yazacağıq. Ki, genləri rahat bir şəkildə yazaq. Burada genin yerləşdiyi yer lokus adlanır. Bax, məsələn, bu böyük A geninin yerləşdiyi yer buradır. Onda onun lokusu budur. Və bu böyük yağın qarşılığında allel gen olaraq ona oxşar yerləşməlidir. Ya yenə böyük yağ yerləşəcək, ya da ki bir başqa gen çəkək, ya da ki böyük yağ qarşısında resessiv olanı, yəni kiçik yağ yerləşəcək. İkisi dominant da ola bilər, resessiv də ola bilər. Və yaxud da ikisi də resessiv ola bilər. Yəni kiçik yağ da ola bilər. Əsas olan odur ki, bir əlamətin iki geni eyni lokoslarda yerləşməlidir. Yəni eyni bərabər. Bax, bunun lokosu budur. Bu böyük yağ geninin lokosu bu hissədir. Bu böyük yağ geninin lokosu buradır. Çünki bir dənə necə deyək, paraleldə yerləşirlər. Məsələn, bunların da lokosu görürsən bu hissədir. Yerləşdiyi yer lokos adlanır. Bax, burada da onu göstərməyə çalışır. Bizə fikir ver, yerləşir. İndi mən bunu düz xətt olaraq çəkdim ki, bizə daha rahat olsun. Testlərdə bu formada düşür. İndi, məsələn, deyə bilər ki, tutaq ki, eyni lokosda müxtəlif əlamətin müxtəlif genləri yerləşə bilərmi? Böyük yağının qarşısında kiçik B olsun. Xeyr, yerləşə bilməz. Böyük yağının qarşısında daimi ya böyük yağ ya da kiçik yağ öz genin, yəni öz əlamətin daşıyıcı geni olmalıdır. Belə. Bu genlər düşərkən homozigot olaraq düşə bilər, heterozigot olaraq düşə bilər. Homo nə deməkdir? Eyni deməkdir. Homozigot ola bilər kiçik yağ, yan-yana ikisi də eyni olsun. Ya da böyük yağ. Bunlar homozigot formalardır. Homozigot formalarda genotiplər bu şəkildə eyni verilir. Homo eyni verilir. Heterozigot formalar isə heterozigotlarda biri böyük olacaq, biri kiçik olacaq. Böyük yağ, kiçik yağ. Bu artıq heterozigot formadır. Biri böyükdür, biri kiçik. Hetero fərqli deməkdir. Və genotip böyük yağ, kiçik yağ olacaq. Ümumiyyətlə homozigotlar nəsildə parçalanma vermir. Çünki bax, məsələn, buradan iki dənə, buradan nə çıxa bilər? Ancaq böyük yağ çıxa bilər. Buradan da çıxa bilər ancaq kiçik yağ. Bu parçalanma deyil. Parçalanma odur ki, iki dənə gen versin sənə, iki dənə xüsusiyyət versin sənə. Bu da, burada amma gör parçalanma var. Ya böyük yağ verəcək, ya kiçik yağ verəcək qametdə. Qametdə müxtəliflik ortaya çıxmış olacaq. Heterozigotlar parçalanma verir, homozigotlar parçalanma vermir. Bunu bir mənalı olaraq yadda saxlayırıq. Fenotiplə genotipi dedik. Parental valideyn deməkdir, filial qız deməkdir. Bu şəkildə. Bundan başqa gəl bir də bir başqa bir şey dedim. Bax, elə ola bilər ki, gendə müxtəlif əlamətlərin müxtəlif genləri yerləşsin. Bax, tutaq ki, gəl mənim üzərimdən götürək. Mənim saçlarım qaradır. Saç qara. Mənim saçım qaradırsa, deməli məndə böyük yağ geni var. Amma məsələn, mənim anamın saçları sarıdır. Sarı saçda, qara saç barədə dominant idi də, böyük yağ idi. Sarı saçda, sarı saç. Kiçik yağdır. Sonra, dəri rəngini götürək. Dəri rəngi. Deməli, dəri rəngi, tünd dəri rəngi dominantdır. Tünd. Bir şey dəqiqə dayan. Arada gəlib konsertlə getməlidir də buradan. Hayır, məsələn, Allah apar onu. Dərs keçirəm. Aparmırsan? Hə, harada qalmışdıq? Deməli, tünd dəri rəngi dominantdır. Artıq yeni bir əlamət olduğu üçün böyük B. Sonra açıq dəri rəngi resessivdir. Kiçik B'dir. Göz rənginə gələk. Gözümün rəngi, qara göz rəngi. Dominantdır. Bunu böyük C ilə işarə eləyəcəm. Sonra mavi göz rəngi resessivdir. Bunu da kiçik C ilə işarə eləyəcəm. Gələk indi mənim genotipimi yığaq. Diploid bir orqanizm olaraq, yəni bədənimin somatik hüceyrəsində. Saçlarımın rəngi qaradır. Mən onda 100% bilirəm ki, məndə böyük yağ var imiş ki, mənim saçım qara çıxıb ortaya.
Bu genin qarşısında əlamətin digər genini də, lokosa uyğun digər əlamət genini də, yəni yazmalıyam. Diploid orqanizmdə axı. İndi məsələn, valideynim və anamın deyək də, anamın və anamın bütün qohumlarının saçın rəngi sarı idi. Mən avtomatik bilirəm ki, mənim genimdə kiçik A-da sarı geni də var. Sarı saç geni də var. Amma resessiv olduğu üçün üzə çıxmayıbdı. Böyük ya imkan verməyib onun üzə çıxsın. Sonra dəri rəngim tündür. Daha doğrusu tünd deyil, açıqdır. Açıqdır. Tünd qara dərili deməkdir də. Ona görə kiçik B. Açıq dəri rənginin ortaya çıxması üçün böyük B olmamalıdır. Çünki böyük B düşən kimi tünd eləyəcək dərini. Ona görə deməli mənim dəri rəngim kiçik B imiş. Sonra gözlərə gəldi. Gözlərim qara rəngdir. Mənim gözüm qara rəngdir. Və elə nəslimizdə də heç mavi gözlü, yaşıl gözlü adam yoxdur. Deməli, böyük C'dir mənim gözlərim. Bu şəkildə mənim genotipimi 3 əlamətə görə yığdıq. Böyük A, kiçik A, kiçik B, böyük C, kiçik C. 3 dənə əlamət var, 6 dənə gen var burada. 6 gendən 1, 2, 3 dənə resessivdir. Böyük C. 3 dənə də dominantdır. Belə, bu da belə getdi. Bunu öyrəndik. İndi Mendelin birinci qanunu nədir? Mendelin birinci qanunu dominantlıq və yaxud da eynilik qanunu adlanır. Mendel nə edir? Mendel götürür, deməli, yaşıl noxudla sarı noxudu çarpazlaşdırır. Və ortaya çıxan bütün noxudlar sarı rəng olur. Burada, belə deyək də, yaşıl rəng resessivdir. Yaşıl rəng, kiçik A'dır. Yaşıl. Sarı rəng isə dominantdır. Sarı. Dominantdır. Və o götürür sarı rənglə. Böyüyə sarıdır. Yaşıl rəngi kiçik A'nı çarpazlaşdırır və ortaya çıxır. Bax, bunlar mənə bu gen bir dənə qamət verəcək. Bir növ qamət verəcək. O da böyük A qametini. Bu da mənə bir növ qamət verəcək. O da kiçik A qametini. Və bunlar birləşəndə olacaq böyük A, kiçik A. Və böyük A dominant olduğu üçün bu noxudun hamısı olacaq sarı. Bu şəkildə bütün deməli noxudların sarı olduğunu öyrənmiş olunur. Birinci nəsildə eyni əlamətə malik olur. Deməli, təcrübədə sarı dominant, yaşıl rəng isə resessivdir. Sonra Mendel ciddi hesablamalar aparır. Deyir ki, axı mən yaşıl noxud da var idi burada. Bu yaşıl noxudun genləri itə bilməz. Bu fizikada da var. Deyir, heç bir şey, heç nədən var olmur və heç bir şey də tam olaraq yox olmur. Yəni, bu yaşıl gen əgər var idisə, necə ola bilər ki, yoxa çıxsın, bütün noxudlar sarı rəng olsun? Başlayır araşdırmağa. Araşdırandan sonra başlayır, bax, bu sarı rəngin içərisindəki deməli, yaşılı ortaya çıxarmaq üçün digər bir çarpazlaşdırma aparmağa. Digər bir çarpazlaşdırması da bunun ikinci qanunudur. Bir dəqiqə, dihibrit çarpazlaşdırma qalsın onda, dihibrit polibrit qalsın. Deməli, birinci qanunu eyni şəkildə dominantlıq edir. Yəni, hamısı eyni şəkildə sarı alınır. Sonra bu sarını aldıqdan sonra qeydiyyatlarını götürür və amma qəbul edə bilmir ki, bu yaşıl hara getdi. Bu yaşılı yenidən ortaya çıxarmaq üçün o götürür 2 dənə yaşıl noxudu, yəni böyük A, kiçik A, yaşıl nəymiş, sarı noxudu və böyük A, kiçik A, 2 dənə sarı noxudu çarpazlaşdırır. Çarpazlaşdırarkən, bax, bu böyük A, kiçik A, bu da böyük A, kiçik A. Bax, bu böyük A, kiçik A bizə 2 dənə qamət verir. Bir böyük A qametini verir, bir də kiçik A qametini verir. Bu böyük A, kiçik A da bizə 2 dənə qamət verir. Bir böyük A qametini verir, bir də kiçik A qametini verir. Deməli, çarpazlaşma zamanı bu böyük A-nı elə bir riyaziyyat kimi də ilk öncə böyük A ilə çarpazlaşdırıram. Bax, burada da göstərir. Böyük A qaməti var, kiçik A qaməti var. Əmələ gəlib böyük A, kiçik A-dan. Yenə böyük A var, yenə kiçik A var. Bu böyük A-nı ilk öncə çarpazlaşdıran bu böyük A ilə. Alınır böyük A, böyük A. Sonra bu böyük A-nı çarpazlaşdıran buradakı kiçik A ilə. Alınır böyük A, kiçik A. Belə deyək də, böyük A, böyük A, böyük A, kiçik A.
Sonra bu kiçik A-nı, onu da mavi götürək. Çarpazlaşdırıram əvvəlcə böyük A ilə. Alınır böyük A kiçik A. Sonra kiçik A-nı çarpazlaşdırıram kiçik A ilə. Alınır kiçik A, kiçik A. Bu noxudun rəngi nə olacaq indi Fidan? Böyük A, böyük A'dır. Dominantdır qara. Sarı, sarı. Şeydən noxda qara olmur. Noxda sarı dominantdır. Yaşıl sarı. Bunun bəs Onda həm böyük alır, həm kiçik alır. yenə sarı olacaq da. A dominantdır axı. Hə, sarı. A qoymursa bu yaşıl ortaya çıxsın. Sonra bunda böyük A var. Bunda da sarı. Sarı. Bunda amma kiçik A, kiçik A'dır. Yaşıl. Yaşıl. Ay sağ ol. Artıq Mendel ikinci çarpazlaşdırmasında görür ki, yaşıl rəng ortaya çıxdı. Əla, mənim halbuki başda itirdiyim bu yaşlı rəng gəlir mənim ikinci çarpazlaşmamda ortaya çıxır. Bunlar təbii ki, tozlandırmalarla həyata keçirir də, çıxır. Və bu tozlandırmalarda görür ki, 3 dənə sarı, 1 dənə yaşıl var. Yəni fenotip nisbəti, görüntü nisbəti. 3 dənə sarı görürəm mən, 1 dənə yaşıl görürəm. 3-ün 1-ə nisbətinə alınır. 3-ün 1-ə nisbətində fenotip alınır. Genotip isə 1 dənə böyük A, böyük A var. 2 dənə böyük A, kiçik A var. Və 1 dənə də kiçik A, kiçik A var. Yəni genotip nisbətim isə 1, 2, 1 nisbətindədir. Fenotip nisbətim, görüntü nisbətim 3 sarı, 1 yaşıldır, yəni 3, 1. Genotip nisbətim isə görə bilmədiyim, amma əmin olduğum nisbət isə 1, 2, 1 nisbətindədir. Bu şəkildə bunu aydınlaşdırmış olur və bu da onun ikinci qanununu ortaya çıxarır. Bu ikinci qanun isə belədir, parçalanma qanunu. Yəni birinci nəsildə gizli qalan əlamət, ikinci nəsildə 3-ün 1-ə nisbətində üzə çıxdı artıq. İkinci qanunumuz olur parçalanma qanunu. Bu şəkildə araşdırır. Bax, burada da bunu göstəribdir. Fikir ver. Burada. Hə, birinci bax, bu birinci bunun apardığı təcrübədir. Bu birinci təcrübədir. Bu isə artıq öz-özündən çarpazlaşdırır bunu böyük A, kiçik A ilə. Bu isə artıq ikinci təcrübədir, ikinci. Bu isə ikincidir. Belə, bu şəkildə aparır, birinci və ikinci qanunu öyrənmiş olur. Gizli qalan əlamətləri üzə çıxarır. Müasir dövrdə isə artıq bu qədər, yəni əziyyət çəkilmir. Gizli qalan əlaməti üzə çıxarmaq üçün analiz edici çarpazlaşdırma aparırlar. Məsələn, burada sarı noxud alınmışdı, bayaqlarım hamısı böyük A, kiçik A vəziyyətində. Böyük A, kiçik A vəziyyətindəki sarı noxudun tərkibində yaşılın olub-olmadığını bilmək üçün kiçik A, kiçik A təzədən bir də yaşılla çarpazlaşdırırlar. Əgər alınan noxudların hamısı sarı olarsa, o zaman deyəcəyik ki, bunun tərkibində heç ümumiyyətlə kiçik A, yəni yaşıl rəng geni olmayıbdır. Amma yox, yarısı sarı, yarısı yaşıl olarsa, o zaman deyəcəyik ki, burada həm sarı, həm də yaşıl gen olubdur. Analiz edici çarpazlaşdırma qalsın aşağıda, çünki qeyri-tam dominantlıqdan söhbət gedir. Sən hələ bu tam dominantlığı Mendeli öyrən ki, başa düşəsən. Deməli, Mendelin birinci, ikinci qanunudur. Bax, bu dediklərimi öyrən, qəşəng oxu və çarpazlaşdırmaları da dəqiq beynində tam necə deyirlər o, araşdır, öyrən. Beynində müəyyən bir yer 30-dur da o fikirləri. Analiz edici çarpazlaşdırma, dihibrid, polihibrid çarpazlaşdırmanı da gələn dəfə keçəcəm. Yaxşı?